Bizim Azərbaycanımızın görkəmli xanəndəsi, Respublikamızın xalq artisti, şərəf, şöhrət ordenli, Profesor Canəli Əkbərov, mənim ustadım, Canəli müəllimi ziyarətə gəlmişik, Yalçın bəy. Madam ki, bugün mənim haqqımda bu veriş çəkilir bir gün və mənim də borcumdur ki, öz ustadımı, böyük sənətkarımızı təbii ki, ziyarətə gəlməliyəm. Mən əslində bu verilişə görə yox, Canəli müəllim həm anım günündə, həm doğum günümdə, doğum günündə və bir heç olmasa bir neçə dəfə ildə mən ziyarət edirəm Canəli müəllimin bax bu məzarını. Məkanı cənnət olsun. Allah rəhmət eləsin. Canəli müəllim mənim 1992-ci ildə ilk pedaqoji fəaliyyətə başlayanda ilk tələbələrindən biri mən olmuşam Canəli müəllimin. Məkanı cənnət olsun və Asəf Zeynalov Musiqi Texnikumunda və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində mənim demək olar ki, Canəli müəllim 7 il müəllimim olub. Mən muğamın sirlərini azdan çoxdan nə öyrənmişəmsə hamısını Canəli müəllimdən öyrənmişəm və bu il indi də 19 ildir ki, pedaqoji fəaliyyətdə məhz Canəli müəllimlə əğz etdiyim muğamları, xalq mahnıları, ritmik muğamları öz sevimli şagirdlərimə, tələbələrimə öyrədirəm. Allah rəhmət eləsin. Sahib müəllimlə gəldik Xan Şuşunskinin məzarını ziyarət etməyə. Sevimli Yalçın bəy, bəla söylədim ki, mənim ustadım Canəli müəllimin mənəvi atasıdır Xan əmi. Elə Xan əmi hamımızın mənəvi atamızdır, babamızdır, ustadımızdır, ustad-ı əzəmdir. Şərq dünyasının ən ecazkar, möcüzəli səslərindən biridir. Xan əminin məkanı cənnət olsun, ruhu şad olsun, onun ruhu bizimlədir ki, onu yüzlərlə, minlərlə onun ustad şagirdlərinin şagirdləri onu ziyarət edir. Onlardan biri də mənəm. Məkanı cənnət olsun. Böyük şərəfdir ki, bugün həm ustadım Canəli müəllimi ziyarət edirəm, həm də Şərq dünyasının böyük qüdrətli səsi Xan əmini ziyarət edirəm. Məkanı cənnət olsun böyük Xan əminin.